Onlar xristianlığı qorumaq və yüksəltmək üçün qurulmuş qədim təşkilatlardan biri idi. Lakin bir neçə əsr sonra nə baş verdiyini heç kim dəqiq bilmir. Amma xristianlığı qorumaq məqsədi ilə qurulan bu təşkilatın üzvləri elə xristianlar tərəfindən kafirlik, xaça tüpürmək, İsa Peyğəmbərə söymək və homoseksuallıq kimi ittihamlarla əvvəlcə dindən çıxarıldılar, daha sonra isə edam edildilər. Budur, tapınaq şövalyələrinin maraqlı sonu. 1118-ci ildə Avropadan Qüdsə 9 cəngavər gəldi. Onların lideri Hugo de Payne adlı bir fransız cəngavər idi. Qüdüs kralı Balduinlə görüşüb belə dedilər: "Biz İsa Peyğəmbərin kasıb cəngavərləriyik. Özümüzü Qüdsün müdafiəsinə və həcc yolunun